Olur. Şey koymadı. Əminsi olmasa deyim vursunlar, çəksin. Tüm evdəkilər mənə gözləyir. Ana rekorda da vur abi yani. Özü vurur. Bunlar da düştü ya. 29. Ne bir şey saç sürüyor. Necə ala bilərik kənardakıları? Yəni bizi geçənlərin qədəmcəmiz. Əvvəlcə başlayaq X-dan. X almaq üçün gələk dairənin içərisini bilək. Dairənin içərisini bilmək üçün 18-ə baxmalıyıq. 67 necə ədəddir? Eybəcər ədəddir. Yəni bunu vuraraq ala bilmərik. Nəyəsə kvadratlarının cəmi də deyil. Amma biz bu hissədən başqa necə ala bilərik? 18 ilə 23-dən. Deməli biz bunları toplasaq neçə eləyir? 18 ilə 23-ü top. Bunun kvadratlarının cəmi sanki verə bilər 67-ni. Yox, o da vermədi. 62 ilə 32 oradadır. Bu tərəfdən baxaq. 6 ilə 7-nin cəmi 13. 3 ilə 2-nin cəmi 5. Bu 5 ilə bu 13-ü toplasaq, bəli. Deməli o zaman dairələr almaq üçün biz ətrafındakı rəqəmlərin cəmini toplayırıq. Yəni 11, 3, 2, 5 1-in cəmidir. O zaman x ala bilərik. 4 ilə 6-nı topladım 10. 5 ilə 1-in cəmi 16. X-in qiyməti elədi 16. İndi bu 4 ilə 6-da 52 bilirsiniz də yaxın qohumdur. Harada görsək bilirik ki, kvadratlar cəmidir. Deməli 4 ilə 6-nın kvadratı cəmi eləyir 52. 5 ilə 1-in kvadratı cəmi eləyir 26. İndi bu tərəfdə 3 ilə 2-nin kvadratı cəmi nə eləyir? 13 eləyir. Bax belə. Tam bir qəbulluq sualıdır. Nə çətin, nə asan. 13-ü 13-ə ən yaxın olan bu düz bucaqlı üç bucaq 32-dəki rəqəmlərin kvadratları cəmi. Bax belə. Qəbula düşə bilər. Bax belə. Kvadrat, rəqəm toplaması, ədəd toplaması, toplayıb nəyəsə bölmək, toplayıb nəyəsə çıxmaq. Daha 4 dənə, 5 dənə ardıcıl bir əməliyyat verməz. Belə suallarda nə edirdik? Dairənin içərisi tapırıq. Okey, 5-dir. Bəs 5-i necə tapaq? Ya hamısının cəmindən nəsə bir şey çıxacaq, ya hamısını toplayacaqsınız, bunun içərisindən nəsə çıxacaq. Ya da sol tərəfindən sağ tərəfi bir toplayacağıq. Bir dənə solla sağa ayrı-ayrılıqda toplayaq, görək nə qədər verir. 11, 25 elədi 36, üstünə də 16 gələndə nə qədər? 52. Görək bu tərəf verəcək nəsə bizə. 23 budur, 24 də gələndə 47. Elə budur. 52-dən çıxacaq 47-ni verəcək 5-i. İkincini yoxlayarsınız siz indi. 17, 19, 2-ni toplayırıq. 21 üstə gəl 17, 38. 14, 1, birdimi baxaq dəqiq o. 16 imiş. Yaxşı baxdıq. 38 bura verdi bizə. 14, 16, 30, 2 də burada 32. Aradakı fərqi 6. Sual onu. Oy. Bir balım getdi mən. Sual bu tərəfdəymiş. 11, 7, 5, 3. Bu eləyir 18. Üzərinə də 5 gələndə 23. Deməli biz bu hissədə 13 almalıyıq. 3 burada, 2 burada, 5. 8 yazsaq eləyər 13. 23-dən 13 çıxarıq 10 almış olarıq. Belə. Belə. Bir dənəsinə də baxaq. Keçən dəfə canlı yarıma baxan oldu 6-cı gün. Elə 4 nəfər. Bu sualı izah elədim. Sualı izah elədim. Biraz böyüdüm. Neyin edirik burada? Neçə nəfər həllin bilir bunu? 4 nəfər cəmiz. Yox. Sınav oldu. Aşağıdakıları neyin edirik? Toplayırıq. Sonra da 13 çıxılsın onu bir-birindən, yəni 13-dən 10 çıxırıq, bir-birinə vururuq. Sonra deyir ki, müəllim bir tərəfə, mən elə yazmamışam. Deyirəm, nətər yazmışsan? Deyir, mən bunun kvadratlarını çıxmışam bir-birindən. Eyni şey deyil. Amma mənlə dirəşirdə deyir, müəllim, siz səhv yazmışsınız, mən düz yazmışam. 14 üstə kommentdə də yazırlar, belə. 14 çıxılsın 14, 14 üstə gəl 10, 24, 24 vuraq 4, 96. Mustafa'nı tanıyan oldu canlı yayımda. Baxan yox idi. Düz canlı yayımın əvvəlindən axırına qədər yazıb ki, yarpaq məsələsinin şərti nədir? Yarpağın şərti nədir? Axırda yarpağı göstərmişəm. Yazıb ki, mənim adım Mustafa deyil. İndi burada da 16 ilə 9-un cəmi. 25. Heç yəni bozma da özün. 16 çıxılsın 9. Ha? Dejavu yaşayıram deyir.
Yarpaq məsələsi. Ağacdan yarpaq düşür skameykanın üzərinə. Burada olan hamıya mətni məntiqi dəhlinin 105 dənə sualını vermişəm. Yəni dərsdə olanlara vermişəm də. Siz Allah gedin orada yarpaq məsələsi var. Onun axırını işləyin. Qəbula demirəm 100%, amma 90% axırlarından sual düşəcək. Ya birə-bir düşəcək, ya da fərqli düşəcək. Yəni tipi eyni olacaq, hərfləri falan dəyişdirəcəklər. Sonra deməyin ki, müəllim, demədiniz. Onsa bilirəm, deyəsiniz ki, müəllim deməz. Rebusdan məncə bu qədər kifayətli, inanmıram qəbula çətin rebus düşə. Müəllim, bence o şey var idi. Nə var idi? 7-yə bölünmə falan kimi olan sual. Dünənki sınağın izahını çox güman bu gün çəkəcəm, ona görə əlavə istəmirəm, vaxt itirək. 2024-ün, 2025-in birinci cəhdi. Gərək sizin nifrət elədiyiniz mənim ən çox sevdiyim mövzuya. Hesab əməlləri. Asandır. Dəqiqə görəcəyik, asandır, yoxsa çətin. Başlayaq edə buralardan. Deyim, cevabını da bilirəm. Hansını göstərəcək? 44'tür. Yox. Onu göstərməyəcək. Qalıqlı. Elə qalıqlıdan başlayaq. 9-cu sual. Sizcə mən nə eləməliyəm burada? D106-da. 6 aydır sənə verdiyim zəhmət halal. Zəhmətin yerini oldu. 106 bölü 13, 8, qalıqda da qalır 2. Tamam, bu asan idi. Bu da asan. Belə suallarda nə edirik 12-də? Rəqəm qoyuruq. Bax, bu təkrar düşə bilər. 99% rəqəm qoyursunuz. K-ya bir rəqəm, M-ə bir rəqəm, fərqi birdən böyük olsun. Onunla da cavabınız çıxır. Çox güman axırlarına baxmamısınız siz. Məsələn, burada qəşəng bir dənə sual var. 1 dəqiqə, 40 saniyəlik. Deyir 3-cü sual. S-nin ala biləcəyi fərqli qiymətlər. Sizcə S hansı qiymətlər ala bilər? 9-dan 8-ə qədər alırlar. İndi başqası? İsmət nə ala bilər? Niyə 8-də daxil olmaqla? Bölənlər o qədər. Çünki bölən 9-dursa, qalıq nə ola bilər? 1-dən 8-ə qədər hamısı ola bilər. Demək ki, burada S-nin qiyməti 1-dən 8-ə qədər hamısı ola bilər. 1-dən 8-ə qədər ədədlərin cəmini necə toplayırıq? Sən o hansı müəllim öyrədi faktorialını? Bunu başqa yerdə sual versələr cavab verməyin, deyin bilmirəm. Çünki desəz, cavabı müəllimizə müvafiq sözlər deyəcək. 1-dən 8-ə qədər ədədlərin cəmi 8 vurulsun 9 bölünsün 2-dir. Tamam, bir dənə də sizə yaxşılıq edeyim. 1-dən n-ə qədər olan ədədlərin cəmi necə tapılırdı? N vurulsun, n üstəgəl 1 bölə 2 düsturu ilə. Yəni, 1-dən 96-ya gedirsə, o dəfə gördüm tələbənin biri yazmışdı. 1, 2, 3, 4, 5, dolmuşdu verək. 96 vurulsun 97 bölü 2 düsturu iləndir. Yadınızda saxlayın, biraz sonra sizə görmədiyiniz, kitabda da olmayan, heç qəbullarda da görmədiyiniz bir sual verəcəm. Bunu bu dəfə tələbələrdən biri vermişdi mənə. Dərsdə biri vermişdi. Hətta gəlin indi sizə verim. Deyir ki, bir dənə kalkulyator var və işçi ondan istifadə edir, kalkulyatordan istifadə edir. Həmin işçi birdən 40-a qədər olan 40-a qədər natural ədədləri toplayır. İşi budur yəni. Ədədləri toplayır. Və bu işçi o qədər sürətli işləyir ki, əzbər bilir. Kalkulyatora baxmadan rəqəmləri yazır. Amma bilmir ki, bu xəbəri olmayan bir şey var. 4 rəqəmi işləmir. 4 rəqəmi işləmir. Xəbəri yoxdur ki, 4 işləmir. Elə yazır. 14, 20, elə yazır, amma xəbəri yoxdur ki, işləmir. Deyir, əgər bu halda işçi kalkulyatorda hesablayan zaman ən sonda toplayır da, düzdürmü? Nəticəni necə alar? Nəticə neçə olar? Bir dənə sualı təzədən oxuyum, hamıya aydın olsun. 1-dən 40-a qədər natural ədədləri toplamalıdır. Hər hansısa bir işçi gözü bağlı eləyir birini, ancaq baxır ekrana da, yəni aşağıya baxmır. Və ən sonda da neçə almalıdır, nəticə neçə olar? 4 rəqəmi də işləmir. Yəni xəbəri yoxdur ki, bunun 4-ə vurur, amma 4 işləmir. Bir düşünün məncə, biraz düşünün, çünki işin içində məntiq də var. Düzdür, bir hissəsi budur,
Amma işin içində məntiq də var. Tam bu deyil. Vur olsun. Beş tane ayda. Yox, biraz da düşünün. Biraz da düşünün. 710. Hani bunu da alıp gidelim ya. Biri də neçə? 700, 416. 416. 416 səhv. 710. 710. Sonra 710. başqa bir dənə düşünün. Ayılıyor. Deyilmir, 710 necə aldın? Benim birinci çıxırıq. Daha doğrusu 40. Burasını 40. Görsün 2 ilə tapdım. 40-a qədər olan ədədlərin cəmin. Ha 10 tapdı. 20 vurulsun 41, 820. Davam elə. Sonra 40'ı çıxırıq. 34'ü çıxırıq. 34'ü çırpısına 2 gəlirik. Sonra 24'ü çırpısına 2 gəlirik. Sonra 14'ü çırpısına 1 gəlirik. Sonra da 4'ü çıxırıq. Sən o bayaqki müəllim söhbəti var idi. Deyərsən müəllimi ilə. Düz tapdın. Düppədüz. Tam bir müəllim izahı. Bəli. Tam bir müəllim. Yox, müəllimin yaxşı olub. Deməli, bu insan bilmir ki, kalkulyator işləmir. Normalda deyirsiniz müəllim, 40-a qədər olan natural ədədlərin cəmini tapırsa, 40 vurulsun 41 bölünsün 2. Bu bizə verəcək 820. Amma bunun yadından çıxan, yəni bunun hesaba qatmadığı bir şey var ki, 4 rəqəmi işləmir. Deməli, mən bu ədəddən 4'ü çıxacağam. 14 yaza bilməyəcək bu. 24 də yaza bilməyəcək, 34 də yaza bilməyəcək və 40 da yaza bilməyəcək. Çünki hamısında 4 var axı. Bəs müəllim, bu 4 yazanda nə olacaq? Heç də 4'ə vuracaq, heç nə üstünə gəlməyəcək. 14 yazmağı cəhd eləsə, 1'ə vuracaq, axı 4 işləmir. Deməli, o zaman 14'ün yerinə mən 1 gələcəm üzərinə. 24 yazmaq istəyəndə sadəcə 2'ni yazacaq, 4'ü yenə əli boşa gedəcək. 34 yazmağa cəhd eləsə 3'ü yazmış olacaq və 40 yazmağa cəhd eləsə heç nə olmayacaq. O zaman deyirsiniz ki, 820'dən, bax bu 3 dənə, 4 dənəsi, 5 dənə hətta. Bunları çıxırsınız, üstünə də onların əvəzinə olan 1, 2, 3 gəlirsiniz. Bununla da sualın cavabı 710 eləmiş olur. Hansın? Axı bu 1-dən 40'a qədər natural ədədlərin cəmidir. Mən bayaqlarına yazdım. 1-dən n-ə qədər olan natural ədədlərin cəmi bu düsturla tapırıq. Deməli 1-dən 40'a qədər deyirsə 40 vuraq 41 bölə 2. Aydın oldu? Çox qəşəng məntiqli sualdır. Bunu 12-15 qrupundan var, 12-15-dən var. Ya. Hə, 12-15 qrupundan bir tələbə mənə göstərdi. 60'dı. Çox qəşəng məntiqli sual idi. O 5 rəqəm də dedi. Bu 5 rəqəmi Çıxdı. 820'dən bu 4'dür, 14, 24, 34, 40 çıxdıq. Hə, çünki bunları yaza bilmir axı. Amma 14'ün yerinə nə yazacaq? 1 yazacaq, çünki 4 işləmir. 24'ün yerinə. Qəşəng sualdır. Buna bənzər mütləq bir dənə sual gözləyirəm. Demişəm sağ olsunlar. Bir dənə sual var ki, bax. O sualı göstərən kimi deyəcəkdim ki, bu sualı desəm hamı əzbər cavab verəcək. Göstərməmiş dedi. Ay benim. Sözün həqiqi mənasında, mənim sizə deyəcək sözü, yaxşı mənada sözüm qalmayıb. Siz artıq nə verəcəyimi belə bilirsiniz. Sualı izahına baxmışdınız. 5 dənə versiyalı. Neyse, qəbulda görərsiniz, eybi yoxdur. Ha? Bunlar da demiş. 9'luq tərəzi. Bir dənə sualımız budur. Bəlkə də bir dənə yox, 3 dənə sualımız 9'luq tərəzidir. Asandır tərəzi. Tərəzinin bir dənə qızıl qaydası var, o da nədir? Ən çox olan hissəyə həmişə ən az rəqəmi qoyuruq. 1, 2, 3, 4. İndiyə qədər olan qəbulların hamısında belədir. Ən çox hansıdırsa 16'nı izah eləmişdim. Bəli. Rəqəm qoymağı gəl mən sənə deyim. Gözəl sual verdim. Bax, sizə şərtdə belə bir şey versə, desə ki 9 fərqli fiqurun hərəsi 1-dən 9'a qədər olan fərqli kütləni ifadə edir. O zaman siz məcbursuz ki, bunların hər birinə 1-dən 9'a qədər olan rəqəmlərdən birini qoyasınız. Məcbursuz 9 dənəsini qoymağa. Yəni burada belə bir şey olmaz. Tutaq ki 3x bərabər y, sonra nə edeyim müəllim? Sən rəqəm qoymalısan. Ya 1, 1, 1, 3 eləyir, ya 2, 2, 6 eləyir, ya da 3, 3, 9 eləyir. Bir də sizə belə bir sual verə bilər.
Deyək ki, aşağıdakıları tərəzilərin tarazlıq vəziyyətini nəzərə alın, sualı həll edin. Birinci sual, ikinci sual, üçüncü sual, bu suallar. Burada artıq siz rəqəm qoymaya da bilərsiniz. Əksər vaxtı da qoymursunuz. Riyazi tənlik kimi x bərabərdir 2y-a və yaxud da y bərabərdir nə bilim nəyə. Əvəz edirsiniz, tərəf-tərəfə toplayıb çarpaz toplayırsınız, bundan cavabınızı çıxardırsınız. Tərəzilərdən gözləyirəm ki, bir dənə 9-luq 100% düşəcək. Bəlkə ola bilsə də 9-luq düşdü. Mən də tərəziyə də çox ehtiyac edir, çünki bunların da hamısını demək olar eynidir. Riyazi məsələlərdən. Tərəzidən düşü hamısı təkrardır, nə izah edeyim bilmirəm. Bəlkə birazdan qaydarıq. Sadədən başlayaq mürəkkəbə doğru. 3 bloklu binada 57 mənzil var. Beyninizdə qurun 1, 2, 3 dənə blok var. Deyək ki, belə 5 bloklu binada neçə mənzil olacaq? 19 vur. Əgər 3 blokda 57 mənzil varsa, o zaman 5 blokda nə qədər var? 57 vuraq 5 bölə 3. O da eləyir 19 vurulsun. Deməli 5, nə qədərdir 19 3? 95. Bax belə. Sizə qəşəng bir dənə sualı izah edeyim. Görün bu sualı necə taparsınız. Bax 44-cü sual. Mən sizə bunu çoxdandır, riyazi məsələləri hər qrupa deyəsən verməmişdim, amma çox qrupa vermişdim. Tamam, gəlin. Hə. Bu tipli suallarda. Uzun sualdır, amma məntiqli sualdır. 36 şarı bütün oğlanlara və elə qızlara paydadılar ki, hər oğlan və hər qıza nisbətən 2 şar daha çox aldı. Yenə burada bir gender bərabərsizliyi var. Oğlanlara x üstə gəl 2 şar düşüb, qızlara isə cəmisi x qədər şar düşüb. Bu bir oğlanın, bu da bir qızın aldığı şar sayıdır. Gələk indi məsələnin digər hissəsinə. Məsələdə burada nə deyir? Deyir, nəticədə oğlanların hamısında olan şarların sayı bütün qızlardakı şarların sayından 2 dəfə çox oldu. Gəlin o zaman biz bu hər oğlana, hər qıza düşən şar sayını kənara qoyaq. Birinci burada tapaq ki, bütün oğlanlara düşən şar sayı, bütün qızlara düşən şar sayından ədəd olaraq necədir? Mən buna y deyirəm. Deyir ki, qızlarda y qədərdir, oğlanlara da 2 dəfə daha çox şar düşüb, 2y-dir. Və bu ümumilikdə bizə verir 36 şarı. Buradan da tapırıq ki, 3y bərabərdir 36-ya, y bərabərdir 12-yə. Bax, bir də deyirəm. Buradakı y düşdü bütün qızlara düşən şar sayı. 2y isə oğlanlara düşən şar sayı. Onda deyirəm, bax 12 dənə qıza düşüb, ümumilikdə 12 qızlara şar düşüb, 24 dənə də düşüb oğlanlara. İndi bizdən nəyi soruşur? Gəlin baxaq. Deyir ki, qızların ümumi sayının oğlanlarınkindən daha çox olduğunu nəzərə alaraq tapın görək oğlanların sayı nə qədərdir. Məsələnin bu hissəsinə qədər həll edənlər olur. Deyir, müəllim, mən tapdım ki, 12 qızlara şar verilib, 24 oğlan. Bəs sonra neyini bilmədim. Biz insan sayını necə tapa bilərik? Bax, burada olan qızlara ümumi 24 vermişəmsə, hərəsinə də əgər x qədər düşübsə, demək 24 bölünsün x qədər insan var da burada, düzdürmü? Qeyd edirəm buradan. 24 bölün, 24 yox, qızlara 12 dənə düşmüşdü. 12 bölünsün x. Bu olacaq qızların sayı. Bir də bu tərəfdə nə var idi? 24 oğlan. Burada yazıram 24 oğlana, hərəsinə də x üstəgəl 2 düşüb. Burada yazıram 24 bölək x üstəgəl 2-ni. Bəs müəllim bundan sonra başda rəqəm qoymağa. O vaxta qədər ki, burada bizə nə deyir? Qızların sayı oğlanların sayından çox olsun. Yəni bizdə bax bu tərəfin sayı daha çox olmalıdır. Məsələn 1 qoysaq nə baş verəcək? X-in yerinə. 12-ni 1-ə böləndə nə qədər olur? 12 qız. X-in yerinə 1 qoyanda 1 üstəgəl 2, 3, 24-ü elə düzdür də, qızların sayı 12, oğlanların sayı 8 olmadı. Gəlin ikinci versiyanı da yoxlayaq. Mən deyirəm x-in qiyməti 2 olsa, 12-ni 2-yə böləndə nə qədər eləyir? 6 qız elədi. 2 üstəgəl 2, 24, 24-ü də 4-ə böləndə eləyir 6. Hə, indidən sonra artıq oğlanların sayı getdikcə artacaq. Zaten biz bura 3 qoysaq 24-ə bölünmür. 4 qoysaq 12-ni 4-ə böləcəyik. Alınacaq qızların sayı 3, 4 üstəgəl 2, 6, 24-ü 6-ya böləndə eləyəcək 4. Bu dəfə oğlanların sayı daha çox oldu. Bizə qızların sayının çox olduğu versiya lazım idi. Deməli 12 qız oldu, 8 oğlan. Oğlan sayı nə qədərdir? 8 dənə. Bu qədər. Çətin sualdır. Məncə yaza bilərsiniz. Hə. Sizə qızıl bir qayda deyim. Əgər 12-ci sualda olduğu kimi qəbul imtahanında sual düşsəz, dimin kefinə düşəndə arabir salır bu sualı. Hə, bu kombinzondur. Nereden biləsiniz? Əgər cümlənin axırında qrup yaratmaq olar, seçmək olar sözün deyirsə, bu kombinzonla hesablanır. O da kombinzon 6-dan 4. Kim əgər yadından çıxarıbsa, düsturunu da yazın.
Ola bilər bəzilərimiz yadımızdan çıxartmışıq. Bəzən. Deməli, 6 nəfərdən 4 nəfərlik qrup yaratmalıyıq. 6-dan 4. Həmişə böyük olan yuxarı yazılır. 6 faktorial. Bölünsün, 6 çıxılsın. 4 faktorial. Vur, 4 faktorial. Siz də bilirsiniz ki, bunu 4 faktoriala qədər azaldırıq. 6 vurulsun, 5 vurulsun, 4 faktorial yazıb. Aşağı hissədə 6-dan 4-ü çıxırsınız. 2 faktorial vur, 4 faktorial. O da 4-lər ixtisar gedir, 32-yə bölürsünüz. Cavab eləyir 15. Bax, bu artıq bir növ yolu əzbər yoldur. Demirəm, cavab əzbərliyin ki, 15-dir. Sadəcə bilin ki, bu 6 nəfərdən 4 nəfərlik qrup yaratmaq olar. Bu artıq kombinzondan hesablanır. Permütasiya nə zaman düşə bilər sizə? Sizə belə bir sual verə bilər. Deyək ki, artıq 6 rəqəmdən istifadə etməklə 1-dən 6-ya qədər sən 4 rəqəmli və ya 3 rəqəmli ədəd düzəltməlisən. Öz rəqəmləri bir-birindən müxtəlif. 3 rəqəmli ədəd düzəltməlisən 1-dən 6-ya qədər olan ədədlərdən. Bu artıq permütasiya da deyə bilərsiniz, aranjman da deyə bilərsiniz. İndi sən birinci rəqəmi təyin etmək üçün 1-dən 6-ya qədər neçə dənə seçimin var? 6 dənə, istədiyini qoya bilərsən. Bura yazdın 6. Hər hansısa bir rəqəmi bura qoyduğuna görə deyir, bir-birindən fərqli olsun. Sənin seçimin sağa azaldı, nə qədər düşdü? 5 dənə. Onda bura yazırsan 5. Artıq bir dənə də seçimin azaldığı üçün bura yazırsan 4. Sual belə olsa, 3 rəqəmli, rəqəmləri bir-birindən fərqli neçə natural ədəd düzəltmək olar? Bu oldu 120. Bəs müəllim, birdən fərqli sözün deməsə, sadəcə desə ki, 1-dən 6-ya qədər olan rəqəmlərdən istifadə etməklə neçə dənə ədəd düzəldə bilərsən? O zaman biz nə edirik? Deyirik ki, mənim elə birinci seçimimdə 6 dənədir. Təkrar istifadə edə bilərəm, bura da 6 dənədir. Yenə təkrar istifadə edə bilərəm, bu da 6 dənədir. Bu da bizə verəcək 216. Rəqəmləri təkrar olanlar da məsələnin içərisinə qatsaq. Ən sual verəcəkdim, sual yadımdan çıxdı. Belə bir sual düşmüşdü 2024-ün birinci cəhdində. Bu da bizim bu dəfəki yox, keçən dəfəki yox, o dəfəki də yox, ondan əvvəlki sınağımızda var idi. Çox uşaq orada kombinzondan hesabladı. Səhv eləmədi, bunun qruplarda dedidir. Deyir ki, şahmat turniri var idi və 11 iştirakçı. 11 iştirakçının hər biri bir-biri ilə bir dəfə oynayır. Yadınızda sual nə idi cavab? Necə 55 tapmışdınız? Sualı xatırladım bir də namıya. Sual belə idi. Hətta deyəsən burada olmalıdır. Bir dəqiqə. Müəlliminizin qəbulda səhv yazdığı sual bax oydu. Mən 2 dənə oyun bilib 110 götürmüşdüm cavabı. Ondan da karyeramı sona çatdırdım. Sonra dəstək falan oldular geri qal. Sizdə biraz emosionalam mən. Bir 24'ü görən var. Yox. Yox, burada yox imiş. Mən sualı deyirəm sizə. Görməyənlər də varsa qulaq assınlar. Mən sizdən məntiq istəyirəm. Kombinzonla hesablama yolunu istəmirəm. Sual belə idi. Çox qısa sual idi. Şahmat turnirində 11 nəfər iştirakçı var. 11 nəfər iştirakçı. Və hərəsi də bir-biri ilə bir dəfə oyun oynayır. Hərəsi bir-biri ilə bir dəfə oynayır. Yəni da cavab qarşılaşması yoxdur. Oynayır. Turnirin axırında neçə oyun keçirildi? Turnirin axırında, yəni turnirin yekununda neçə oyun oynanıldı? Bilənlər deməsin, sualı 2 dəfə görənlər kimlərdir? Var, xeyli adam var. Sualı 2 dəfə görənlər. Sadəcə məntiqinizi işlədin. O kombinzon aranjmanı bir kənara qoysanız, necə tapa bilərsiniz? Bir nəfər, bəli, hərəsi bir-biri ilə bir dəfə oyun oynayır. 11 nəfərli iştirakçı var. Niyə sayırsın? Sən say 1-dən 11-ə qədər. Görüm saya bilirsən. Deyirlər. Birinci sinif şagirdi. 11 nəfər oyunçudan tutaq ki, birinci oyuncunu götürdüm. Bu birinci oyuncu neçə oyun oynayacaq? 10 dənə oynayacaq da özündən sonrakılarla. Ay sağ ol. Birinci oyuncu 10 nəfər, deməli o 10 dənə oyun oynayacaq. Bəs ikinci oyuncu nə qədər oynayacaq? Niyə 9 dənə deyirsiniz?
Çünki ay müəllim, bu birinci oyunçunun keçirdiyi 10 dənə oyun var ha. Birinci oyunçu ikinci ilə oynayıb, 3-4. Axı birinci oyun ikinci ilə oynayıb, deməli ikinci daha əvvəlki ilə oynamayacaq. Ona görə özündən sonrakılarla oynayır, 9 dənə. Üçüncü oyunçu oynayacaq 8 dənə, dördüncü oyunçu 7 dənə, belə-belə 1-ə qədər düşürsünüz. Bəs sizcə 11-ci oyunçu neçədən oyun oynayacaq? Oynayacaq, sadəcə özündən əvvəlkilərlə oynayıb deyə, daha ona 0 yazacaq. Belə yazarsınız ki, bir imtahanda. Siz çaşdırır. Mən də deyirəm. İkinci oyuncu 9 dənə oynamayıb burada. İkinci oyuncu da 10 dənə oynayıb. Sadəcə biz onun oynadığı oyunu onun içərisinə vurmuşuq. Oldu. Deməli, 1-dən 10-a qədər ədədlərin cəmi lazımdır. O da 10 vurulsun. 11/2. Bu da bizə verir 55. Bax belə. Sadə. Sadə sual idi. Ağlıma gəldikcə fərqli suallar deyəcəm. Cüt-cüt toplamaq nə deməkdir? Görəydin ya. Cüt-cüt toplamaq. Arxa sıra. Nə deməkdir Mürvət cüt-cüt toplamaq? Desəm dərsi danışmağa cüt-cüt gəl. Necə gələsiniz? Ay sağ ol. İndi bilinməyən 3 ədəddir. Düzdür? X, Y, Z. X-la Y-in cəmi 20. Y-la Z-in cəmi 30. X-la Z-in cəmi 40. Toplayırsınız belə. Sonra tərəf-tərəfə toplayıb 2x, 2y, 2z. Bunların cəmi demək ki 2-yə bölünəcək. O da eləyir 90/2, 45. Cüt-cüt toplamaq bax budur. Burada hamının səhv yazdığı sual bax 16-dır. İndi də vaxt versəm cavabı çox güman deyəsiniz ki 60. Görsənmi? Bir dəqiqə. Bildim də qoy yaxınlaşdım. Bir də səbirsiz. Elə bir imtahanınıza 5 gün qalır. Bəli. Birinciyə gedir, heç olmasa 100 bal toplayın ki, ikinciyə endirim olsun da. Necə tapdın 50-ni? Müəllim, sual verirlər. Riyazi məsələlərdə, faiz tipli suallarda harda ədəd qoyaq? Biz görmüşük axı, bəzən faiz qoyub ədəd qoyub hesablayan olur. Əgər siz sualda yalnız faiz göstərən ədədlər görürsünüzsə, misalda faiz göstərən ədədlərdən başqa heç nə yoxdur. O zaman siz orada ədəd qoya bilərsiniz. Demir mənim məhsulun maya dəyəri, gəlin bizim məhsulun maya dəyərini 100 manat götürək. 100 manat. İndi bu 100 manatın 40%-i xam mal qiymətidir. 100 manatın 40 manatını ayırdım. Deyirəm ki, bu xam mal qiymətidir. Buradan da yazdım. Ümumiyyətlə, məhsulun ərsəyə gəlməsində bir xam mal var, bir də nə var? İşçinin belə deyək də fəaliyyəti var. İndi demirəm, siz elə yazın. Amma məsələn deyirəm, 40 manat olsun xam mal, geriyə qalan 60 manat da olsun işçinin pulu. Sən hələ almamsan, hələ məhsul hazırlanır, sən sonradan alacaq. Hələ bunun üstünə də pul qoyacaq nə qədər, sonra səhər satacaq. Ondan sonra deyir ki, xam mal qiymətə 50% artarsa, 40 manatın 50% nə qədərdir? Onda 20 manatda üstünə qoydunuz, 50% 60. İndi yeni xam mal qiyməti oldu, məndə 60 manat, yeni xam mal qiyməti. Bəs yeni maya dəyəri nə qədər oldu? 120. Çünki işçinin pulu dəyişmədi. İşçi qaldı orada. Orada işçi mənəm. Savadlı fəali. 60-dan 60-ın cəmi nə qədər elədi? Yeni xam mal qiyməti 60-120-nin nə qədərdir? Demək bu sualın cavabı 50%-dir. Amma görürəm ki, bəzən tələbələr nə edir? 60 yazır, təzədən bunu 100 götürür. Yox, 60 bunun xam mal qiyməti oldu. Ustanın pulu da dəyişməyib, 60 qədər oldu. Yəni 120-nin yarısı 60 eləyər. Day bir də 100-ün 60-ını götürüb 60% tapanlar orada səhv eləyirlər. Kim imtahanda da səhv eləyəcəklər, narahat olun. Sizi demirəm, o bir uşaqlara deyim. Sizə dedim, değil mi? Təkrarlarda səhv elədiyim sual. Bu gün həm də etiraf günüdür. 4 rəqəmli ədədlərin rəqəm hasili 120-yə bərabərdir. Bu ədəd həmin təkrarlanmayan rəqəmlərdən ibarət olanların maksimalıdır. Və deyir ki, tərkibində bir rəqəminin olmadığını nəzərə alaraq onun birinci rəqəmini müəyyən edin. Ümumiyyətlə, hesab əməllərindədir. Bəzi o maksimum minimuma da baxardıq, gedək. Ədədin böyük olması üçün birinci neyini edirik? Ən böyük mərtəbəsinə ən böyük rəqəmi qoyuruq. Amma 120 həm də sizə nəyi göstərir? 5 faktorial olardı, amma axı tərkibində 1 yoxdur.
Zaten 120 mənə nə deyir? Deyir ki, mən 5-ə vurularaq alınmışam. 120-yi 5-ə bölün. 24. İndi siz bir dənə 5 olmalıdır. Qalan 3 dənə də rəqəm 24 olmalıdır. Nə ola bilər? 4, 3, 2. O zaman ən böyük rəqəmin 5. Sırayla düzəcəm bura. 4, növbəti olsun 3, növbəti olsun 2. 5 vur, 4 vur, 3, 2. Deməli, maksimal olanı budur. Bundan maksimal olan yoxdur. Onun birinci rəqəmi elə nə olacaq? 5 olmuş olacaq. Bəs 1 desəydi necə? Bu bir tərkibində bir rəqəminin olduğunu nəzərə alaraq. Zaten biz yenə 5'i yazmalıyıq ora, düzdürmü? 24'ü də almaq üçün 8, 3, 1'dən istifadə etsək. 8, 5, 3, 1. Yox, yaxşısınız, formadasınız. Bazar gününə qədər yaddan çıxmasın. Orada 5'i 125'i böyle dedi. Hə, çünki sonu 0 ilə bitirsə 100% orada 5'ə vurmuşuq axı, düzdürmü? Ona görə birinci 5'ə böldük. Ya da 120'nin belə bölənlərini ayırıb orada dənə-dənə elə də tapmaq olar. Əli. Tələbə hansı idi? Dünənki sınaqda. Buradan tapsam onu, bu komitədə yoxdur. Sınağın izahını ya bugün ya mütləq seçəcəm. Bir dənə beyninizdə hesablayın 38'i. Tapa bilərsiniz yoxsa o deyil. 38'i. Afaq cəmidə 10 manat, lətifəyə 3 manat verdi. Daha uzundur. Mən yazım. Dədirsiniz konkret mi? Yaxşı, mən yazım, siz qulaq asın. Görün, siz də belə yazardınız. Deməli, var Afaq, Cəmil, bir də Lətifə 3 nəfərdir. Əvvəlcə yazaq Afaqı. Deyir, Afaq Cəmilə 10 manat, Lətifəyə 3 manat, Cəmil də Lətifəyə 4 manat verəndən sonra. Tamam. Əgər Afaq Cəmilə 10 manat verirsə, Afaqın pulundan 10 manat çıxdım, Cəmilin pulunun üstünə 10 manat gəldim. Bu bir. Yaş məsələlərinə bənzəyir. Sonra deyir ki, Lətifəyə 3 manat verdi. Bu Afaq Lətifəyə 3 manat verdisə, onda Afaqın öz pulu da azaldı, A çıxılsın 3 qədər də burada qaldı. Deyir də Cəmil Lətifəyə 4 manat verəndən sonra, o zaman Cəmil Lətifəyə 4 manat verdi, Lətifənin pulunun üstünə 4 gəlirik və ondan sonra nə deyir? Deyir, Afaqın pulu Cəmilinkindən 10 manat çox oldu. Əgər Afaqın pulu 10 manat çox olubsa, onda kimin üstünə gəlirik bunu? Cəmilin üstünə gəlirik, bərabər. Sonra deyir ki, Afaqın pulu Lətifəninkindən 16 manat çox oldu. Afaqın pulu, mən Lətifə yazmalıydım. Hə. Deyir, Afaqın pulu Lətifəninkindən deməli, nə qədər çox oldu? 16 manat. Onda Lətifənin pulunun üstünə 16 manat gəlib, yenə bunu bərabər edirik. Üstə gəldik. Tamam, üstə gəldik. Sonra nə? Bir dəqiqə, burada Afaqın pulu axı 10 manat azalmışdı. Burada bizcə saniyə. Afaqın pulu, Afaq bankrota düşüb. Bir dəqiqə, 10 manat azalmışdı. 3 manat da verdi Afaq Lətifəyə. Deməli, A çıxılsın bura qalır. 13 qaldı bu hissəyə. Və bu tərəfdə də C plus 6. Cəmil 4'də Lətifəyə pul vermişdi. Məmsin təzə var. Deməli, Afaq Cəmilə 10 manat pul verdi. Cəmilin pulu 10 manat azaldı. Daha doğrusu artdı. Sonra deyir ki, Afaq Lətifəyə 3 manat verdi. Afaqın pulu 3 manat azaldı, Lətifənin pulu da 3 manat artdı. Bunu da belə yazaq. Sonra Cəmil Lətifəyə 4 manat verəndən sonra, Cəmil Lətifəyə 4 manat verəndə 4 manat azaldı, Lətifə də 4 manat artdı. Sonra nə deyir? Afaqın pulun Cəmilinkindən deyir 10 manat çox oldu. Onda Cəmilin üstünə 10 gəlirik, düzdürmü? Afaqın pulu Lətifəninkindən 16 manat çox oldu. Onda Lətifənin pulunun üstünə də 6 gəlirik. A çıxılsın 13'ü də təzədən bura yazırıq. Afaqın pulu dəyişməmişdi də, eyni qalmışdı. 13 buradadır, 13 buradadır. O zaman bu da A çıxılsın 13'dür, bu da A çıxılsın 13'dür. Qaldı onda Cəmilə ilə Lətifənin pulunun bir-biri ilə müqayisəsi. Bunu tapıb sualı yekunlaşdırırıq. C üstəgəl elədi 20, C üstəgəl 16. Bərabər eləyirsiniz. Lətifənin də pulu oldu nə qədər? 23. İndi nə qədərdir burada?
7. Deməli o zaman 7 fərq var. C çıxılsın. L bərabərdir 7-yə. Bu qədər. Bax belə. Sadəcə AFAQ-ın pulunu biz bayaqlar çox dəyişdirdik. AFAQ-ın pulu zaten 13 manat azalır. AFAQ-ın verdikləri var idi 10 manat falan. Lətifənin üzərinə gəldiklərimiz var. Hər ikisi açıq 13 olduğu üçün aradakı fərq 7 oldu. Təkrar 9-da var idi bu. Kiməsə verməmişdim 9-u. Yox. Belə. Yadda saxlayın, bəlkə düşdü. Sonra bu oyun. Da şərti oxumuram. 716. Bir dənə də cavab var. 824 olmalı. Adam əzbər yadda saxlamayın. Turist qrupu. Bunu izah eləmişəm deyəsən. Nə deyim? Yox. Daha təkrar eləməyəydim. Hani Fuat mane oldu. Ay uşaq saçsız. Dolu İtalyan. 46-cı sual. Bunu tapın görək. Bu şifahi tapıla bilər. Oradan bilirsiniz. Daha mənim sizə sualım yox. Tamam, bağlayaq onda buranı. Aynen. Bilməyənlər varsa eləyəcəm. Bir dənə burada sual var. Bir dənə hamını sakit vəziyyətə gətirək. Ev yıxan sual. Dövlət qəbulu. Yo, magistr qəbuludur. Sualı görməmisiz. Qəbulu görməm. Görməmisiz. Mən əminəm ki, görməmisiz. 100% qəbuldur. Bizə dəfə düşüb cəmisi. 2021-ci ilin. İndi görəcəksiniz. Tələsməyin. Görmək istəməm. Əgər siz bunu da görmüsünüzsə, mən bunun yaxşı versiyasını axtarıram. Bunun Word-ü bircə saniyə. Dəqiqə tapacam bunu. Neyse, bir yox, buradan göstərək. Sualı yaxınlaşdırıram mümkün olduğu qədər. Hə, bunu sən görərsən. Mən görməmişəm. Bir dənə mən yuxarı hissədə şərti oxuyum. Qalan uyğunluğu seçin, qutardı. Sual budur. Sualın variantlarını göstərmirəm çünki zaten əsas məsələ bunu tapmaqdır. Oxuya bilirsiniz, yoxsa yazın. Cuşələrin sayı. Mənim cuşə sözün axırıncı dəfə biz orta məktəbdə istifadə eləmişik. Simmetriya oxu. Dəqiq. Figurların sayı. 100% izah eləməmişəm ha. Deyirəm də, bəs elə başladım. Demədim ki, bilirsiniz. Bir düşünün görək. Videonla izah eləməliyim. Sünün 2021-ci ilin qəbul sualı. Tapmışsın görürsən. Sözcülər qalır hamıdır. 5 oldu. Bir dənə. Sonra Şərt qalma uyğunluğu müəyyən edin. Yəni, daha alternativ istəyirsənsə, bir kadar inanarak boş konuş. Və sonra? Sən dalaşın baxaqda 60 nəfərsiniz izləyir. Hə, sualı daha əvvəl kimlər görüb ümumiyyətlə bu sualı? Görmüsən. Uzaq qohum, amma tanımırsan. Hə, o bilmirdi. Ondan elsəniz. Onda mən deyirəm, yaxşı. İnanmıram qəbula düş, amma niyə də düşməsin? Mən olsam salardım şəxsən. Çünki bir dəfə qəbul imtahanına düşür. Birinci başlayaq cuşə sayı nədir? Cuşə sayı fiqurda təpə nöqtələridir. Məsələn, 5 bucaqlının 5 dənə cuşə sayı var, düzdür? Rombun 4 dənə təpə nöqtəsi, 4 dənə cuşə sayı var.
Fiqurların sayı aydın məsələdir. Deyir ki, tutaq ki, 5 guşəli olan neçə dənə fiqur var? Bunu da başa düşdük. Bəs simmetriya nə deməkdir? Gəlin indi əvvəlcə başlayaq buradan. Gəlin tapaq görək 5 guşəli 5 təpə nöqtəsinə malik neçə dənə fiqurumuz var. Budur birinci. 1, 2, 3, 4, 5 dənə guşəsi var. Bunun 3 dənədir. 1, 2, 3. Bunun 4 dənədir. Bunun 4 dənə, 3 dənə, 4 dənə, 3 dənə. 1, 2, 3, 4, 5, 6 dənə, 6 dənə, 3 dənə. Onda biz deyə bilərik ki, guşəsinin sayı 5 olan fiqur nə qədər olmalıdır? 1 dənə. Normalda deyirsiniz müəllim, fiqurlar tavzan vur təbii. Fiqurlarının sayı 1 dənə olanın guşə sayı burada olmalıydı, 5-də olmalıydı. Bax bu nöqtə olmalıydı. Sayı 1 dənə, guşə sayı 5 dənə. Amma mən həmin nöqtəni harda görürəm? Burada. Səbəbi nədir sizcə? Güzgünüz var burada. Nöqtə nə qədər uzaqlığa düşməli idisə, siz onu bir o qədər simmetriya edib aşağı yazırsınız. Bir də təkrar deyirəm. Deyirsiniz ki, müəllim, sayı 1 dənə olan 5 guşəli fiqurumuz var. Bu, sayı 1 dənə olan. Sayı 1 dənə olan nöqtəsi, guşəsinin 5 sayı, bura düşməli idi. Amma bura simmetriya oxu çəkib, güzgü çəkib. Nə qədər uzaqlıqdadırsa simmetriya oxundan, simmetriya oxu 3-dədir də, 1-2 vahid uzaqlıqdadır. Sən onu 1-2 vahid aşağı çəkməlisən. Görürsünüz, gətirib bu tərəfə. Başqa bir fiqur üzərindən deyim. Bir də burada ən çox çaşdıran nədir tələbələri? Deyirlər ki, müəllim, burada 4 guşəli olanlar, növbəti aşağı hissədə görəcəksiniz onu. Deyir, ola bilər ki, romb da olsun, kvadrat da olsun. Hər ikisinin guşə sayı eynidir, bəli, eynidir. Rombda da 4 dənədir, kvadratda da. Demək, biz onu bir fiqur kimi sayacağıq. Gələcək yox, heç o başqa məsələ. Məsələn, gəlin baxaq üst guşəlilərə. 1, 2, 3 dənə budur, biri budur, sayıram indi. İkinci budur, üçüncü budur, dördüncü budur. Deyirsiniz, ay müəllim, fiqurlarının sayı 4 dənə olanın guşə sayı 3 olmalıdır. Elə bu simmetriya oxunun üstündə deyil. Deməli, orada qalacaq da. Görürsünüz, nöqtə gəlib bunun üzərinə düşür. Bir dənəsində şey deyil, ondan sonra gələk variantlara baxarıq. Zaten bunu deyəndən sonra variantlara özünüzə tapa bilərsiniz. 4 guşəlilər 1, 2, 3, 4 biri burada. İkincisi bu hissədə. Görürsünüz, bu fərqli fiqurda, amma 4 guşəlidir ikisi də. 1, 2, başqa da var. 3. Sayı 3 dənə olan guşə sayı 4 dənə olmalıydı. Burada olmalıydı. Nə qədər uzaqlıqdadırsa, görürsünüz, bir dənə aşağı çəkib. Bu qədər. Bax, sualın məntiqi bundan ibarətdir. İndi biz əslində bunu özümüz də düzəldə bilərik, fiqurların sayı. Amma ehtiyacımız yoxdur. Gəlin görək, necə eləyək, cavabı tapmaq üçün. Belə sualları quranda elə qurur ki, onsuz da tez bazar tələbə cavabını tapa bilir. Gəlin görək, AB variantı biz istədiyimiz variantda uyğun gəlir. Birinci başlayaq elə üç bucaqlılardan. Guşə sayı 3 dənə, sayı 1, 2, 3 dənədir. Deməli, sayı 3 dənə olan normalda simmetriya oxu düşməlidir bu hissəyə. Uyğun gəlmir, görürsünüz. Fiqurların sayı 3 idi, guşənin sayı 3 idi. Nöqtə də gəlib onda bunun üzərində dayanmalıdır. Simmetriya oxunun üstündə. A variantı deyil. B variantına baxaq. Niyə? Fiqurun sayı 3 dənə, düzdürmü? 3 dənə burada. Simmetriya oxu əgər 3-dürsə, elə 3-ün üstünə düşür axı, əks oluna bilməyəcək. Ona görə elə bu da düzgün cavabımız deyil. Dəqiq 3 dənədir də, 1, 2, 3 dənə. Onda bu da deyil də düzgün cavabımız. Fiqurun sayı 3 dənə olan bura düşməli idi. 2 variantı getdi. Gələk digər variantları. Necə? Hə. Əlaqə budur ki, biz yuxarıda neynədik? Simmetriya oxu hansı rəqəmdədir? 3-dədir. Üçbucaqlıların sayı 3 dənə. Say burada 3 dənə. Guşə sayı da nə qədərdir üçbucaqda? 3 dənə. Hə. Axı heç nəyə gələ bilmədik. Guşə sayı 3-dür. Simmetriya oxunun üstündədir 3. Nə yuxarı getdik, nə aşağı gəldik. İndi əgər məsələn deyirəm, biz sayını tapsaydıq ki, 4 guşəli neçədən aşağı gələcəkdik? 1 dənə. 3-dən bura getmişik, 1 dənə aşağı düşməlidik. Saysaq guşə sayı 5 dənə olsa neçədən aşağı gəlirik? 2 dənə, 6-ya getsə 3 dənə. Amma 3-ün üstünə düşəndə tərpətmirik. Yəni simmetriya üzərində düşəndə Tərpətmirik əlbəttə ki, çünki nə yuxarı gedə bilirik, nə aşağı gedə bilirik. Yəni indi baxaq D variantına. Çünki bildiyim qədər variant D variantıdır. Mən də sizin kimi 7 qrup izah eləmişdim desəm, eləməmişdim. Görürsünüz, eləməmişdim. Birinci bu düzdür. Fiqurların sayı 3, guşə sayı 3 idi, üstünə düşüb tam buradadır. Baxıram digərinə, 4 bucaqlılara, 4 guşəlilərə. 1 dənə var, 2 dənə var, 3 dənə var, 4 dənə var saydığım qədərilə. Fiqurlarının sayı 4 olanın guşə sayı da 4 olmalıydı. Amma simmetriya oxu məcbur eləyir ki, bir addım aşağı düşə. Görürsünüz, düppədüz. Deməli, buranı da tapdıq. Gələk növbəti hissəyə.
Altıbucaqlılardan bir dənə burada var, başqa da yoxdur. Onda 6 guşəsi olanın sayı 1-dir. Normalda bura düşməli idi. 1, 2, 3 dənə yuxarıya, indi əks elətdirdik. 1, 2, 3 dənə bura. Görürsünüz bu da burada. Və növbəti 5 bucaqlı qaldı. 1, 2, 3, 4, 5 dənə burada. 1, 2, 3, 4, 5 dənə burada. 2 dənə. 2 dənə 5 bucaqlı, yəni bura düşməlidir guşə sayı. 1, 2 addım uzaqlığa aparsaq 1, 2 gəlib bura düşür. Bax, belə bir sual. Doğru, görməmişdiniz. Bunu da görmüş oldunuz. Bu mətnin mühakimə məsələləri var ki, bəzən çox asan düşür. Bəzən də elə bir formada düşür ki, bu riyazi məsələlərdən heç fərqlənmir. Yəni ona görə mətnin mühakimə məsələləri qəribədir. Mətnin məntiqi təhlilinə də oxşuyur. Sualın cavabı. Bir də diqqətli olun bu sualları oxuyarkən. Görün yuxarıda verilənlərlə variantdaşlar arasında nə fərq var? Belə suallar adətən tələbələr variantlardan tapırlar, heç yuxarıya baxmırlar. Tutaq ki, mən oxumasam yuxarı şərtdir. Gəlin variantları oxuyaq. Dünyanın hər yerində qlobal istiləşmənin nəticəsi təsir olunur. A bölgəsi qlobal istiləşmədən ən çox zərər çəkən ərazidir. Qlobal istiləşmədən əvvəl A bölgəsində yaşıllıqlar daha çox idi. Yaşıl örtün yox olmasının tək səbəbi qlobal istiləşmə deyil. A bölgəsi qlobal istiləşmədən zərər çəkən yeganə ərazi deyil. Heç bir mənası olmadı. Yuxarını oxuyaq. Qlobal istiləşmə nəticəsində A bölgəsində yaşıllıqların bir hissəsi yox oldu. İndi görək bu cümlədən nə çıxar? Dünyanın hər yerində qlobal istiləşmə var. Bu cümlədən çıxan bu deyil. Amma dünyanın hər yerində qlobal istiləşmə var. A bölgəsi qlobal istiləşmədən ən çox zərər çəkən ölkədir. Belə bir cümlədən nəticə çıxarda bilmərik. Qlobal istiləşmədən əvvəl A bölgəsində yaşıllıqlar daha çox idi. Ola bilər. Bir hissəsi yox olub axı. Məntiqlidir də. Deməli yox olubsa əvvəlki daha çox idi. Yaşıl örtün yox olmasının tək səbəbi bundan da bu çıxmaz. A bölgəsi qlobal istiləşmə, bu da çıxmaz. Düşür bəli, belə bir suallar düşür. Keçən ilin yenə qəbul suallarından biri. Deyir ki, turistlər yol gedirdilər, birdən gödəkçəni geyinməyə qərar aldılar. Sizcə nə baş verib? Yox, geyinməyə qərar aldılar. Nətər isti olur? Havanın temperaturu düşür ki, soyuq olsun. Bu? Bu da mənim qəbul sualım idi. Görən kimi dedim bir balda belə getdi. Zaten bunun içərisində verilənlərin hamısı cədvəldə var. Məsələn, gəlin baxaq. Eminən elin cəmi 26. Bu 26. N-lə P-nin cəmi 30. Əzbər yoxsa? Hesabladıq. Bu qədər sürətli. K ilə Q-nin cəmi nədir bizdə? Hə? Olar, olar. Mən bütün işləmiş. Topladınız bunu. Baxdınız canlı yaxları. Bekarsın. Baxın, baxın. Belə, çıxırsınız 50, bölürsünüz 8. Mən elə dedim, başqa müəllimə baxmayayım. Mənim dilimlə elə şey eşidə bilməz. Çünki bilirəm ki, desəm olsa yenə baxarsınız onu. Mənə baxma. Mən elə demişəm. Yalan demədi hər abi. Mən heç o qədər demədim. Hə, görs. Vicdansızlar. 6 ay sizə dərs verir. Mən belə bir şey dedim. Qrupda olub. Qrupda 100% demərəm. Amma belə də yaxşı eləmişəm. Əslində deməliydim bunu sizə. Çünki götürürlər mənə sual atırlar. İşlədin. Həftənin sonuna çatdıra bilərsən məncə. Gör, bazar gün səhər 11-ə qədər neyiniz? Əlim əlli mizah edib. Yox, güzəli məndən geri qalmayaq da. Məndən böyük olsa da amma. Bir dənə birinci tur bitsin. Bütün videolarımı bağlayacağım. Hə? Daha müəllimlik eləmirəm də.
Burada gözlüğünü Hani TikTok'ta size dəstək olsun. Hə? Gerçekten kantin tarafında öderdi. 2 milyon orada. Hani TikTok'ta size dəstək Buradan. olsun. Ay TikTok nədir mən? Videolarda falan. Sən də deyim niyə baxış gəlmir? O görüm o 7'də bir aradaydı. Buradaydı. Mən sizə deyim amma tapada var. YouTube'un kütləsi həqiqidir, Instagramla TikTok'un kütləsi həqiqi deyil. YouTube'un kütləsi budur ki, oradan həqiqətən də tələbələrdən geridə olur, qəşəng özdə olur. Amma TikTok'dan mənə girin bir dənə yazılan şərhlərə baxın. Bunu da izah elə. Bu mənim nəyimə lazımdır. Hələ indi siz görmürsünüz də, mənə o bildiriş gəlir axı. Küfürlər yazan ki, yəni heç magistrla əlaqəsi yoxdur. Hansısa bir uşaqdır da, götürüb yazıb. Ben de müəllim adam bakıyorum. İndi sən burada nə demək istəyirsən? Şəhərə bax. Hani size mesaj gəlib ki, canlı yayınımız ilgili çəkmişdir. TikTok'da, mən TikTok'da bir-iki dəfə çıxmışam. Onda da heç 70-80 nəfər olub olmayıb. O mesajlardan çək. Mən heç bir mesajdan çəkinmirəm. Yolundan çəkilir. Bir dənə mesajdan çəkinmişəm. O da bütün oğlanlar çəkilir. Atan evdə səni gözləyir. Vəziyyət o dərəcə gəlib ki, işləyəndən sonra o mesaj da gəlmir mənə. Sən görürəm ki, bəs ata gəlirəm evə də. Deyir gəlməsin, yollar buz bağlayıb saraya. Gələsin varsa da getmirəm evə ki, bunlar məni gözləmir. Daha da çıxardıblar evlatlıqdan. Hə, deyir gəlmə, kursda qal, bugün yağış yağır. O qədər inanırlar ki, mənim maşın sürməyimə. Ben 1 il yarımdır sürürəm, hələ də elə bilirlər. Hər dəfə oturan adamlar deyir, xeyirli olsun. Səhər-səhər gələndə də gəlirəm, hardasa bir 30 kilometr gəlmişik də. Yolda bir dənə bir çuxur var idi, qaranlıq idi. Bilirsiniz də, mən səhər altın yarısı çıxıram, heç kim oyanmıyor. Elə bir dənə görmədim, düşdüm ora. Oradan bura gəlmişəm. Qardaşım deyir ki, səndən maşın sürən olmaz. Orada saxladım maşını, dedim düş. Düş gedək avtobusdan. Düz deyil. Bir də Kənan müəllimiz. Maşını peşmansan ki, bu qədər məsafədə saxlayasan, da birisi maşından. Deyir, müəllim, ora bir dənə də maşın yerləşir, niyə elə saxlamışsınız? Yəni, Yəni onlar öyle sürəlidir. kim? Sən bir də onun yanında oturandan soruş gör, sürənidir yoxsa yoxdur. Belə tuturam, mən 2 tərəfli tuturam ki. Boyum da çatmır özdə, belə baxıram, görürəm, dəydi maşına qabaqdakı Kənanla. Deyir, narahat olmayın, dəyməyim. Sən bir dəfə Kənan müəllimin maşında otur gedəndə görərsən həyəcan nə deməkdir. Eşitmədiyin sözlər eşidərsən. Yəni sinifdəki əlaçı şagirdlərin sayı əlaçı olmayanların 6/1 hissəsinə bərabərdir. Əlaçı şagirdlər bütün şagirdlərin hansı hissəsini təşkil edir? İndi belə suallarda çox rahat ədəd qoya bilərsiniz. Elə bir ədəd götürək ki, 6/1 olsun. Məsələn 42. Əlaçı olmayanların 6/1, 42 çox getdi elə bir, 36 götürək. İndi əgər əlaçı olmayanlar 36 götürmüşüksə, əlaçı olmayanların 36-da, daha doğrusu 6/1 hissəsi nə qədər eləyəcək? 6. Deməli o zaman bu sinifdə əlaçı şagirdlər 6, əlaçı olmayanlar da 36. Nə qədər elədi? 42 nəfər. Bir də deyirəm, bax, əlaçı olmayanların 6/1 dediyi üçün böyük ədəd olaraq bunu götürdüm. Siz götürə bilərsiniz 24, fərqi yoxdur 6-ya bölünən istənilən ədəd. 36-nın 6/1 ədədi 6. Sinifdə ümumilikdə 42 şagird var. Deyir əlaçı şagirdlər, yəni 6. Bütün şagirdlərin hansı hissəsidir? Bütün şagirdlər də dedik axı bizdə 42 nəfərdir. O zaman 6-nı böldürük 42-yə, bu qalır 1 bölünsün 7. 7-də 1 hissəsi. Demək A variantı sualın cavabıdır. Cavabla necə? Ən yaxşısı ədəd qoymaqdır. Bundan rahat yol yoxdur. Ürəyin 6-ya bölünən istənilən ədədi götür. Zaten nisbət həmişə 7/1 edəcək. 24 götürdün. O zaman sən buranı 24 götürmüsənsə, bunun 6/1 hissəsi 4 eləyirsən də, sinifdə ümumi şagirdlər 28, 4 nəfərdə oldu bu şagirdlər. Nə qədər eləyir yenə? 7/1. Həmişə bu qorunur. Sən aha, buradakı bölünəni qoyursan ki, ala biləsən. En balacasını koysan elə bir başa Ən azı neçə? 12 də qoysa. 12 sadəcə 12. 12 qoysanız bu hissəyə, onda 6/1 nə qədər eləyir? 2, 14, yuxarıda qaldı 2, yenə 7-də. Eyni şey alınır. 6-nı
6-ya bölünən istənilən ədədi qoysan hamısı eləyir onsuz. İstənilən ədəd. Hansı suallar olur? Bir kimisi arasında bir olur. Hansı suallar olur? Nə olur? Tamdan çıxır. Tamdan çıxırlar. Yəni tam dəqiq. O belə bir sual ağlıma gəlir. Keçən bazar var idi, arılar. Olmamışdı keçən bazar. Sarı gül gətirənlər, qırmızı nəsə gül gətirənlər. Hə, məsələn belə deyirdi. Deyir arıların 3də 1-i sarı toz gətirir, 4də 1-i. Onda biz onu əgər arıları A götürmüşüksə çıxmalıyıq. A çıxılsın 4də 3, ya A üstə gəl 4də 3. Yəni arıların sayını A demişiksə onları bir-bir toplayırdıq. Sarı gül gətirənlər bütün arıların 4də 3-üdür məsələn. 4də 3 A, üstə gəl qırmızı gətirənlər budur. Bir rəqəm istəmişdim. Ümumi arıların sayını soruşub, bütün arıları vermişdi. A, sonunda bir məhsulu təniyə çevirir. Bu karandaş məsələsinin izahına baxan olmayıb heç. Qırmızı sarı karandaş. Mən sizə belə bir tövsiyə edə bilərəm. YouTube-a Əmrah Əhməd yazsanız, mən çıxacam. Amma qarşısına sarı qırmızı karandaş yazsanız, Əhmədə. Bu sual xüsusi sual tipidir. Sizə deyim ki, 3 dəqiqəlik, 4 dəqiqəlik izahı var, yox. Ən aşağısı bir 10 dəqiqəlik izahatı var. Amma mən YouTube-da onu 42 dəqiqəyə vermişəm. Yəni 10 dəqiqəliyə odur ki, mən başa düşmüşəm 10 dəqiqəyə izah edə bilərəm. Amma ki onu satmaq üçün, əlbəttə ki 10 dəqiqəyə satmaq üçün gərək bu 42 dəqiqəlik videonu izləyəsiniz. İmtahanda əgər sürətli, hamı yaza bilmir. İndidən deyim, bax dost məclisidir bura. Bu sualları bütün tələbələr yaza bilmir. 100 tələbədən 1 tələbə yaza bilsə, ya 3 tələbə yaza bilsə, bu böyük bir şeydir. İndi deyirəm, əgər siz o 3 nəfərdən biri olmaq istəyirsinizsə, gedin bu 42 dəqiqəlik videonu izləyin. Davamında sizə bir 10 dəqiqəlikdə danışacağım hissəsi qalır. Atma yolu yoxdur. Bu sualı atmağın yolu özü də açıq sual kimi düşür. Açıq sual. Amma sizə belə bir şey deyim. Yenə bir ipucu, bəlkə bir şans. Sizə desə ki, ən az, məsələn, belə bir sual versə də, qırmızı sarı karandaşlar düzülür. Ən azı neçə karandaş düzülməlidir ki, 3 rəqəmli ədəd alınsın. Bir də deyirəm, sarı qırmızı karandaşlar düzülür. 7 dənə karandaş, 7 dənə deyir. Ən azı neçə dənə karandaş götürsək, 3 rəqəmli ədəd alına bilər. Niyə 7 dənəsini də deyim, cavabı da deyim arada. Sarı qırmızı neçədir? 2. 2-nin hansı qüvvəti 3 rəqəmli ədəddir? Ən kiçik. Kənan müəllim yox. İnformatika dərsləri gəl. 2 üstü 7 deyil, 128. Ən azı bax bu desə. Bəs ən çoxu desə nə götürəsiniz? 2 rəqəmli, 2-nin qüvvəti ən böyük olan 2 üstü 9-dur. Ən azı desə 2 üstü 7 götürürsünüz, ən çox 3 rəqəmli ədəd desə. Bəs yaxşı. Ən kiçik 2 rəqəmli ədəd desə nə edəsiniz? 2 rəqəmli ədəd. 2-nin ən kiçik 2 rəqəmli qüvvəti 16-dır. Bu 2 üstü 4-dür. Ən böyük qüvvəti də 64-dür. 2 üstü 6-dır. Bəlkə düşər qəbul imtahanına ən az ən çoxu məsələsi yaza bilərsiniz. 99 bal yığan tələbənin 2023-də. Sonuncu 99 yığıb. Ondan sonra 96-dan yuxarı yığan olmuş. Sonuncu o 100 dənə, birincidə 100 bal toplamışdı o uşaq. İkinciyə də girdi, prinsipə düşdü ki, yenə 100 yığacam, yığa bilmədi. Niyə? Çünki bu sualı salmışdı. 99 bal yığdı, bir dənə bunu səhv elədi. Seçildi, sadəcə prinsipə düşmüşdü də. Pulu da götürmüşdü özdə. 30 min idi, 40 min idi. Sual buydu ki, qırmızı sarı karandaşlar düzülür. Ən azı neçə karandaş götürmək lazımdır ki, düzülmə variantları 3 rəqəmli ədəd olsun. Ən azı 3 rəqəmli ədəd olan 2 üstü 7-dir. Hə, indi söhbət bu məsələdən gedir. Gəlin izah edeyim, daha keçib. Biraz maraqlı olsun. Gəlin biraz keçək. Yox, bu hələ şey hissəsi idi. Mən sizə bunu deyəcəm, yoxsa mənim ürəyim partlayar. Valla mən bu sualı düz 7 ay sonra tapmışam. Demin müəllim 7 ay sonra niyə? Bax, 18-də düşüb Kənan mənim qəbuluna, 19-da mənim qəbuluma düşmüşdü. 21-də demin sınavına düşdü. Bütün müəllimlər indi biz də izah eləyirik. Bu suala gələndə o atlayırdılar üstün. Heç kim bunu izah eləmirdi. Axırda 7 ayın sonunda götürdüm bunun izahını. Tapmasam da. Dimin kitabından variantlar verilib bax orada. Və bunların güya həll qaydaları da verilib. 1Q, 2S, 2.
Götürdüm onlara uyğun bir məntiq düşünməyə başladım. Ən axırda tapdım. Ondan sonra o 42 dəqiqəlik videonu çəkdim. Ondan sonra bəli, başladılar digər müəllimlər də video çəkməyə. Demək ki, mən izləyim. Mən də bir dəqiqə, bu dəqiqə sizə bunu izah edirəm. Bəli, bilirsən zəngülər yoxsa? Elə verəm. Gəlin sizə bunu izah edeyim. Sarı qırmızı rəngdə karandaşlarımız var. Yəni bir qutunun içərisində düşünün. Əgər sənə desə ki, sənin bir karandaş götürmə imkanın var. Sizcə mən neçə cür seçə bilərəm o karandaşı? Ya götürdüyüm sarı olacaq, bir dənə, ya da götürdüyüm qırmızı olacaq. Deyirsiniz ki, müəllim, əgər siz bir karandaş götürsəniz, götürdüyünüzün rəngi ya sarı olacaq, düzsəniz, ya da sarı yox, qırmızı olacaq. İndi mən sizə deyirəm, iki karandaş götürmə imkanım olsa, mənim quruluşum necə olacaq, düzmə qaydam? Götürdüyüm ikisi də ardıcıl sarı ola bilər. Götürdüyüm birinci rəng qırmızı, ikinci sarı ola bilər. Götürdüyüm iki rəngin ikisi də qırmızı ola bilər. Götürdüyüm rənglərdən biri qırmızı, daha doğrusu birinci sarı qoyaram, ikinci qırmızı qoyaram. Bir dənə baxın, əgər mənim iki dənə karandaş götürmə imkanım, düzmə imkanım olsa, 4 dənə versiyam yarandı. Buna da deyirsiniz, iki karandaş götürəndə müəllim, 4 cür versiya. 1-də oldu 2, 2-də oldu 4. Gəldim növbətiyə. 3 karandaş götürmə imkanı. Çox uzatmayacağım. 3 karandaş götürmə imkanım olsa, 3'ü də sarı olsun. Tələsməyin, 6 deməyin. 3'ü də sarı olsun. İkinci versiya. Üçüncü versiya. Bu da dördüncü versiya. Təkrarlanan bir şey yoxdur ki. O zaman qırmızıya gəlirəm. Üçü də qırmızı. Qırmızı, qırmızı, sarı. Qırmızı, sarı, sarı. Qırmızı, sarı, qırmızı. Görün təkrarlanan nəsə var düzməkdə. Yox. Yox, bunu demirəm. Deyirlər müəllim, 2 dənə S, bir dənə Q var. Burada da 2 dənə. Onu deyir, düzmə önəmli daxı. Birinci qırmızını qoymuşam, burada birinci sarını qoymuşam. İkinci sarı, burada sarı. Deyirsiniz müəllim, 3 karandaş götürəndə düzülmə versiyamızın sayı oldu 8. O zaman sizə bir düstur yazın. Əgər bizə sarı qırmızı rəngdə karandaş verərsə, yəni rəng sayımız 2 olarsa, ki məsələlərdə həmişə rəng sayı 2 olur. Qırmızı sarı verir. Heç vaxt 3 rəng görməmişəm. Rəng sayının üzərinə karandaş sayını yazsanız, düzülmə variantlarını alacaqsınız. Rəng sayı 2 dənə, indi bu hissədə götürək karandaş sayı. İndi mən sizə desəm ki, mənim 7 dənə karandaş götürmə imkanım var. Nə qədər düzülmə versiyası olacaq? Mənim 2 üstü 7 qədər düzülmə versiyası var. Mənim bəs 8 dənə götürsən, 2 üstü 8 qədər düzülmə versiyam var. Və bir də burada bir şey var. Bir deyirsinizsə, mənim burada yazdıqlarıma sonunda sarı olan karandaş düzülmə versiyalarım var. Bir də sonunda qırmızı olan düzülmə versiyalarım var. Bu 8 dənənin içərisindədir, düzdür? 4'ünün sonu sarı, 4'ünün sonu qırmızı oldu burada. O zaman deyirsiniz ki, müəllim, biz belə eləyə bilərik. Yazıram bura sonunda sarı olanların sayı, sonunda qırmızı olanların sayı. Sən 2 dənə karandaş götürəndə, bir dənə S burada aldın, bir dənə qırmızı burada aldın. 4 dənə götürəndə, yadınızda belə yazdığımda sarı sarı, sarı qırmızı, qırmızı qırmızı, bir də qırmızı sarı yazmışdım. Bax, sonunda qırmızı olanlar 2 dənə, sonunda sarı olanlar 2 dənə. Onda 2 karandaş götürəndə, sonunda sarı olanların sayı 2 dənə, sonunda qırmızı olanların sayı 2 dənə. 2 bura. Onda 3 8 edir bütövlükdə. Nə qədər yazacağam buralara? Bura qədər sual var. İndi bundan sonranı artıq tapa bilərik. De. Sənə sarı qırmızı rəngdə neçə karandaş verəcəksə, o cür düzülmə, nə qədər düzmə imkanın var sənin. Onu verir. Rəng sayı. Desə ki, 9 dənə karandaş götürməlisən, neçə cür düzə bilərsən, 2 üstü 9 qədər düzə bilərsən. Və indi qaydaq suallar. Qaydaq suallar. Burada yazıram ümumi 8. Burada yazdım 4 karandaş, amma hələ onu yazmayacağım. Suala qaydaq görə bizdən nə istəyir? Bizə sualda belə bir xüsusi şərt verib. Şərtimiz budur ki, deyir ki, üstdən artıq qırmızı yanaşı olmasın. Və buradan da yazıram, indi ağ hissəyə çevirirəm. 3'dən artıq qırmızı yanaşı, ola bilər 3'dən olsun, ikisi burada, daha doğrusu 4'dən olsun, ikisi belə, ikisi belə. Amma 3'dən artıq qırmızı yanaşı olmasın. Yanaşı. Yəni yanaşı var. 3 dənə ola bilər. Amma 4 dənə qırmızı, mən 4 dənə karandaş götürəndə belə yazsam deyəsiniz müəllim, bu yazılış səhvdir. 4 dənə karandaş olmaz, 5 dənə olmaz, 6 dənə olmaz. Və qaydaq indi suala. Sarı rəngə heç bir məhdudiyyət qoymayıb. İndi mən bayaqdan yazırdım. 3 karandaşa qədər problem yoxdur da. Hamısında həqiqətən də 3 dənə, maksimum 3 dənə qırmızı yan bayan gəlir. İndi bu hissədə biz əgər belə bir şey götürsək, mən deyirəm ki, 4 karandaşın sonunda qırmızı karandaş olanların belə yazsam, sizcə bu düzgündür?
O zaman deyirsiniz ki, müəllim, biz normalda 4-ü 8-8 bölməkdir, 16-nın yarısı 8 yarısı. Amma sonunda qırmızı olanlardan bir dənə bu yoxdur. Çünki bu artıq 4 dənə qırmızının yanaşı gəldi. Ona görə biz bunu normalda 8 yox, neçə götürəcəyik? 7 götürəcəyik. Amma sarıda bir problem yoxdur da. O zaman buranı 8 götürürük. Məsələn, burada yekunlaşdırırsınız, deyirsiniz. Burada artıq bizim ardıcıllıq mövzusundan keçdiyimiz Fibonacci qaydası yaranır. Fibonacci qaydası nə idi? Özündən əvvəl gələn ədədlərin cəmi, sonuncu zərbə. Deyirsiniz, müəllim, əgər 3-dən artıq qırmızı yanaşı gəlməz bu şərt veribsə, həmişə buradakı rəqəmdən bir vahid çox toplayıb yazırsınız aşağıya. 3-dən artıq qırmızı deyil, sən 4-4 toplayacaqsan. Gəlin indi biz tapaq 5 karandaşı özümüz. Deyirəm ki, 5 karandaşı tapmaq üçün sonuncu 4 dənəni toplayıram. Bax, burada bir dənədir də, burada yazaq 1, 1. Toplayın geçsin. 1, 2, 4, 8 zəminə qədər verir. 15. Bu tərəfi toplayın deyin. 1, 2, 4, 7 cəminə qədər verir. 14 verir. 6 karandaşa gələndə sonuncu 4 dənəni toplayacağam. 2, 4, 8 eləyir neçə? 10, 29. Sonuncu 4 dənə toplayaq. 2, 4, 7, 14, 18, 25, bu da 27. Və 7-cini də yazıb sualı bitirirəm. 7-ci karandaş. 7-ci karandaşda son 4 dənəsini toplasam, 12 buradadır. 15, 27, üstünə də 19 gələndə 46. Və bu tərəfdə də gəlsəm, 4, 7, 11, üstünə 14 gəldiniz. Deməli, 25, üstünə 27 gələndə nə qədər verir? 50, 62 yoxsa? Bir dənə baxım, düz topladım. 4, 18, 12, üstünə gəldi 15, 27, 29 gələndə bu 50, 56 verir. Bunu səhv yazmışdı. Burada nə qədər alındı? 52. İndi sual nədir? Gəlin sual oxuyum sizlərə. Qutardıq sualı. Sual budur ki, deyir sonunda sarı karandaş olanlarla qırmızı karandaşlar arasında fərqi. Sən 5 dənə karandaş götürəndə sonunda sarı olanlarla qırmızıların fərqi nə qədərdir? 1. Sonunda 7 dənə karandaş götürəndə sarı olanlarla qırmızıların fərqi nə qədərdir? O zaman deyirsiniz ki, 5 dənə karandaş götürəndə fərq 1, 6 dənə götürəndə isə 4. Bax belə. Cavabı 1, 4. 6 olanı son 4 dənəni topladıq. Deməli, bax, 6-dan əvvəl 1, 2, 3, 4 dənəni topladıq, elədi 29. Bu tərəfdə də 1, 2, 3, 4 dənə topladıq 27. 4-4 toplayıb hər dəfə aşağı yazırsın. Nə yazmışam? Hə, tamam, 6-da götürəndə 29 sağ 27, 2. Bir də başqa şey demişdiniz elə bir. Qırmızı deyirsən sarı. O heç, o artıq 2 dənə kombinasiyalı olan var. Orada həm sarı rəngə, həm qırmızı rəngə məhdudiyyət qoyur. Burada ancaq bir rəng. Kimsə riyazi məsələlərdə nəsə deyir. Pək. Belə məsələlərdə eyni rəqəmin verilmə ehtimalı var. Yəni 1-ə də A, 2-yə də A. Eyni şeydir. Yəni bizim burada gördüyümüzün eynisinin imkanı Var. Var. Ona görə də 5'e 1, 6'ya 4. 6'ya 2. Düzəld onu. 6'ya 2. Ben benim gördüm. 5'e 8 oldu. Bir vahid artır da 5'e 1, 6'ya 2. Saat neçə oldu bir dənə? Dərsimiz isə də bitmədi normalda. Yəni soruşum Aytə mühəndisi. Hə. Nə olsa? 6'ya 2, 7'ye 4. Yo 4, 4, 4. 2'nin qüvvətləri də 2 üstü 0, 2 üstü 1, 2, 2 artı. Sən belə anladın da yəni. Elə yadda sax. 8 soruşmaz. 8 soruşsa imtahan vaxtı bitəcək. 8 soruş. Ya 8'i kimdə yazan orada? Belə, bir də dərsimiz deyəcək onsuz da sizə. Deyəsən 5-ci gün olmalıdır. Birisi 5'dir. Yaxşı 3-cü gün olacaq. İkna oldum. Bir dəqiqə, mənim hər gün səndən olacaq. Hər gün yox. Həftənin 1-3-5'i 2 dənə. Bugün ingilislə məntiq, gələn dəfə məntiqlə deməli, yəqin ki, informatika o birisi gündə nəsə yazılacaq. Siz o barədə narahat olmayın. Soruşun. Bugün
Məntiq ingilis dilidir. Gələn dəfə ingilis matematika, 5-ci dildə məntiq. Siz zaten 105 seçdiyiniz vaxtda gəlin görəsiniz dərsdə. O başqa ehtiyacı gəlin dərsdə. Evdə nə edirsiniz? Sabah nə edirsiniz? Sabah kurs yəni dərs olmayacaq bu formada. Amma otaqların hamısı boş olacaq. Gələ bilərsiniz, mən də burada olacağam. Kimin nəsə sınağı çatışmırsa, izahlarda nəsə. Saat 8-də gəlməyin, saat 9-da gəlin. Yazarsınız qrupa, 9-da gəlin. Sabah yəqin ki, hardasa bir 3 saat 4-ə qədər burada olaram da. Burada test işləmir. Burada gəlib məndən test alıb işləyə bilərsiniz. Otaqların bir hissəsini ayıracam sırf sınaq işləmək istəyənlər üçün. Sınaq işləyə bilərsiniz. Sualı verənlər varsa, gəlib informatikanı bir yerdə təkrar eləyə bilərsiniz. Hə? Təkrarlar 9 dənə mövzu sınaqları var. Hə, siz də oradan nəsə, onu deməyin ya. Hə, gələ bilərsiniz. Mənim də gedim evdə baxım görüm, nəsə sınaq qalıbsa onu gətirəcəm. Belə. Ya biz sabah gəlsə 12-də gəlir, 11-də də. Gələ bilərsiniz, hə, problem yoxdur. Xüsusilə gəlin burada informatika ilə ingilis dilin, bir-birinizə sual cavab edin. Yəni, məntiqi bilirəm evdə də işləyə bilərsiniz də, amma informatika ingilis dili biraz sual cavablı daha yaxşı olmaz. İndi birazdan, hə, yoxsa ingilis dilidir. 3-cü gün görəsiniz, Kənan müəllim ya Allah deyib başlayacaq. Bit, byte. Ay doğrudan o qədər. İndi bilmirəm, onu qərarlaşdıracaqlar yəqin ki. Kim dedi oradan? Kim dedi oradan? Onun için. Sən dedin sonra oradan. O kimsə dedi, müəllim oradan başlayacaq. Sən dedin. 2 kilobit neçə bayta bərabərdir? 2 kilobit neçə bayta bərabərdir? Hə. 2 kilobit neçə baytdır? Deyim mənim özünüz. Deyərəm elə oradan başlayır. Deyərəm. Sağ olun, görüşərik.